məhz müsəlman ölkəsinin əlində nüvə olmasın? Yəni, bax, bunu necə şərh edirsiniz? Birincisi, hörmətli Ləman xanım, siz çox vacib bir məqamı işıqlandırmaya çalışırsınız. Dünyada bugün də, dünən də baş verən bütün müharibələrin dini konteksti var. Başqa cür qələmə verilir. Bəli. Məsələn, xristiyan-müsəlman söhbəti də yoxmu? Bütün dinlər, yəni Yudaizm, İslam və xristiyanlıq bu cəryanların arasında qarşıdurma gedir. Bütün müharibələrin dini konteksti vardır, bir mənalı şəkildə. Amma ona başqa forma verilir, başqa kamuflyaj geyindirilir, maskalanır. Doğru. Məsələn, Amerika Birləşmiş Ştatlarının prezidenti nə deyir? İnsanlar küçəyə çıxmalıdırlar, rejimi devirməlidirlər. Özün kimi təklif edirsən, dünənə qədər, 79-cu ilə qədər İranın başını kəsmiş, şahın bir avara, siyasətdən çox-çox kənar olan, heç bir xarizması olmayan birim sən təklif edirsən. Demokratik İran arzuluyursan, Şahoğlu gəlir. Şah rejimində də bu kütləvi şəkildə insanlar qırılırdı, Molla rejimində də. Niyə o insanları kütləvi şəkildə qətlə itirən Şah rejimi ilə sən qardaş idin, qucaq-qucaq idin, biznesin vardı, milyardlarla, 100 milyardlarla neft sənayesine pul qoyurdun. Birincisi, bugün baş verən bütün müharibələrin, dünən də baş verən müharibələrin bir neçə səbəbi vardır. Əlbəttə, təbii resurslar, yollar, logistika, ərazilər bunlar kənara qoyulsun. Din faktoru. Din faktoru olduqca önəmli faktordur. Amma İranı İslam dövləti adlandırmaq qeyri-mümkündür. Heç zaman mən İranı səmimi İslam dövləti olaraq qəbul etməmişəm. İranda çox nəhəng İslam alimləri var. İranda milyonlarla imanlı, inançlı, gerçək müsəlmanlar var. Amma İranda hakimiyyətə gəlmiş rejim İslamla maskalanmış bir rejimdir. Və bunlar, baxın, hansı özünə müsəlman deyən bir kəs, müsəlman dövləti deyən bir dövlət terrora pul xərcləyər. Hizbullah gerçəkdən azadlıq ordusudurmu? Yaxşı, tamam, heç o yaxın şərqə getməyək. İran buradan deyir ki, məfələsindəki müsəlmanları müdafiə edirəm. Özünü də şiə dövləti adlandırıb, şiəliyi də, İslamı da şiəliyə, sünniliyə bölür ki, bu qəti şəkildə qəbul edilməzdir. Bizim Allahımız tək, Peyğəmbərimiz bir, Quran-ı Kərimimiz bir, kitabımız bir. Nədənsə müsəlmanları şiələrə, sünnilərə bölürsən? Bir. İkincisi, tutalım sən gerçəkdən şiə dövlətisən. Axı Fələstinlilər sünnilərdir. Çox hissəsi də xristiyanlardır. Niyə sən burnunun dibində şiə qardaşın sayılan Azərbaycanı müdafiə etmirdin? Azərbaycan torpaqları Ermənistanın və Rusiyanın işğalında olanda. Buradan Fələstindəkilərin haqqını qorumaq kimi üstünə bir missiya götürmüsən. Mən İran əhalisini yox, İrandakı o möhtəşəm alimləri kənara qoyun. İranın rejimi, o saqqallı təsbeyini filan, mən onu İslam dövləti saymamışam. Təkcə söhbət məndən getmir, mənim subyektiv fikrim deyil. İslamı dərindən bilən İslam alimləri, İranın törətdiklərini ortaya gətirəndə adamı dəhşət bürüyür. Tamam, sən ildə 20 milyard dollar radikal terörçü təşkilatlara para xərcləyirsən. Nədən? Axı sən kollektiv qərb ilə dil tapa bilərdin. Axı sən bilirsən ki, bu indi daban-dabana zidd olan sizin 180 dərəcə bir-birinə zidd olan maraqlarınız artıq o mövqelərə gəlibdir ki, bu mövqeləri yaxınlaşdırmaq qeyri-mümkündür. Onda sən Çinə arxain olub. Biz müharibəni sürdürəcəyik, davam edib, təbii bu daxili bazara, həm də Amerikaya bu bölgə ölkələri yardım etməsin deyə bunlar bu cür retorik ilə danışırlar. Putin rejimi də, Molla rejimi də. Yaxşı, İranda nəhəng su problemi var. İranın pulu artıq heç nə ifadə etmir, kağızdır. İranın nəhəng sosial-iqtisadi problemləri var. Sənə atom bombası nəyə gərəkdir? Nə üçündür o atom bombasına olan o eşqin? İsraili yer üzündən siləcəm. Axı, İsrail dövləti yaradıldığı dövrdə onu ilk tanıyan dövlətlərdən biri İran olubdur. Sən indi 79-cu ildə bir ideya uydurmusan və o ideyanın arxasında gizlənib bütün xalqları Yahudi dünyasına qarşı qaldırırsan.
necə olur ki, Yahudilər Azərbaycan türkləri ilə dostdular, qardaşdılar, amma səninlə dil tapa bilmirlər. Niyə sən İsraili xəritədən silmək istəyirsən? Axı, İsraillə Fələstin dil tapa bilərdi, əgər qıraqdan sizin o dil jorluğunuz olmasaydı. Fələstinlilərin böyük hissəsi İsrailin ərazisində çalışırlar, işləyirlər. Baxın, xatırlayın Ləman xanım, Hindistanda toplandılar. Bidenin hakimiyyəti dövründə İsrailin üzərindən keçmək şərti ilə Hindistandan bir dəhliz məsələsi çıxdı ortaya. O dəhliz məsələsini imzaladılar, hətta çox belə təntənəli şəkildə. Onun tam imzalanma prosesi ki, həyata keçəcəkdi 7 oktyabr 2023-cü ildə İranı təhriki ilə Həmas hücum elədi İsrailə. Axı sən sabitliyin, sakitçiliyin, sülhün tərəfdarı deyilsən, olsaydın sən niyə 30 il Ermənistana yardım edirdin ki, Azərbaycanın torpaqlarını yağmalasınlar? Axı sən buradan Fələstinə basa-basa getdiyini biz sənin yanındayıq, tarixi 11 əsr İran deyilən məmləkəti Azərbaycan türkləri idarə ediblər. Nədən sən Erməniyə dur demədin, agresor demədin? Ona görə də, mən ona görə də digər birdən Azərbaycan bölgələr bütövləşə bilər, ona görə iddiası var. Sizin söylədiyiniz doğrudur ki, müharibələrin, baş verən müharibələrin o təbii resurslar, yollar, ərazilər, logistikadan başqa ilk növbədə dini konteksti vardır. Çünki İslam dini Allah-u Teala tərəfindən nazil ediləndən sonra Quran-ı Kərimdə bir məşhur ifadə vardır ki, Allahın huzurunda bir din vardır, onun adı İslamdır. Yəni İslam dini zuhur edəndən sonra Quran-ı Kərim, müqəddəs Quran-ı Kərim Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə nazil ediləndən sonra İudaizmlə, Xristiyanlığın, İslamla düşmənçiliyi başladı. Ona görə də 8 dəfə xaçlı yürüşləri oldu. Ona görə də bugün Xristiyanlıq bütün gücü ilə İslamı hədəfə çevirmək siyasət aparır. Yəni bu olduqca dərin və olduqca qəliz mövzulardır ki, bunun haqqında saatlarla danışmaq lazımdır. İndi çox maraqlı bir deməli yazı da var New York Times'da. Xamneyi öldü, yaşasın Xamneyi, o deyirdi. Kral öldü, yaşasın kral məsələsidir. Əlbəttə Xamneyinin ölümündən sonra Müştəba Xamneyinin taleyi də əziz tamaşaçılar diqqət mərkəzinə gəlib. New York Times'ın maraqlı bir yazısı var bununla bağlı. Amma bayaqlam eyni zamanda bir hədə də var Amerika tərəfindən, İsrail tərəfindən. Onlar bildirdilər ki, öldürəcəyik. Hədəfdə odur. İsrail başqa yolu yoxdur. Yəni Müştəba Xamneyin dediyisi eyni atasının aqibət. İsrail, əgər İran danışığa gəlməsə, İran İsrailin və Birləşmiş Ştatların tələblərini yerinə yetirməsələr, oradakı İsrailin və Amerikanın oradakı dini, siyasi liderləri qətlə yetirməkdən başqa yolları qalmayıbdır. Əgər quru əməliyyatı etməyəcəksənsə, içəridə sənin proksi qüvvələrin yoxdursa, xalqın içərisində sənin dayaq nöqtən yoxdursa, sən oradakı rejimi necə dəyişəcəksən? Yalnız qorxunun və baskının, təzyiqin təsiri altında. Yenə söyləyirəm, burada əsas söz sahibi Çindir. Çinlə Amerikanın razılaşmasından asılıdır bu məsələ. Ki bunlar bir aydan sonra veya 10 gündən sonra nə zamansa görüşüb, bu məsələləri öz məcrasına tutmalıdırlar. Yəni burada İran söz sahibi deyil.